Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ve bareke ala seyyidina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu değerli müsəlmanlar. Biz məlum şəxsin gətirdiyi şübhələrə cavab verməyə davam edirik. Müəyyən məsələləri qeyd etmək istəyirəm. Bəzən biz bu şəxsin gətirdiyi müəyyən şübhələri tərk edirik. Amma demək olar əksər və ən önəmli şübhələrinə cavab veririk. Və onları bəzi şübhələri tərk etməyimizin səbəbi nədir? Çünki bəzən gətirdiyi şübhə daha çox absurd fikirləri səsləndirir. Ona görə onu tərk edirik. Bəzən həmin şəxs bir məsələni bəyan edir, amma hansı kitabdan, hansı alimdən qeyd etdiyini demir. Misal olaraq mütəşabihliyi üsul olaraq açıqlayır, amma demir hansı kitabdandır. Biz də başa düşürük ki, bu şeylər daha çox müasir dövrdə yaşayan və mütəxəssis olmayan elm adamları tərəfindən səsləndirildiyinə görə biz onları tərk edirik. Və ya həmin tərk etdiyimiz şübhələri hansı səbəblə tərk edirik? Görünür ki, bəzən bu insan məsələlərin yönünü dəyişməyə can atır. Daha çox biz bu məsələləri danışdıqda üsul və etiqad kitabları olaraq isbat edirik. Əslən bu məsələnin bəyanı oradadır. Təbii ki, bu məsələnin təfsir elmi ilə bağlılığı var. Ancaq bu şəxs məsələləri ora yönəltməklə bir növ məsələlərin yönünü dəyişməyə can atdığına görə o məsələlərə də cavab verməyi tərk edirik. Və bəzən də bu insan nə edir? Bir məsələni açıqlayır, tutaq ki, mütəşabihliyi qismləndirir. Məzhəbdə olan üsul kitablarından və etiqad kitablarından gətirmir bunu. Gedir məzhəbdə sifətləri təvil edən Abdurrahman İbn Cavzi kimi alimlərdən gətirir. Biz də bilirik ki, təbii ki, elmin ilk astanalarında olan və elmə ciddi şəkildə baş vuran insanlar bilir ki, təvil əhli ilə təfvid əhlinin mütəşabihlik məsələsinə yanaşması fərqlidir. Fərqlidir çünki Abdurrahman İbn Cavzi, İbn Aqil kimi alimlər, biz bunu bəyan etmişik, onlar xəbəri sifətləri izafələrdən qəbul edirlər. Yəni nə deyirlər? Deyirlər ki, bunlar izafələrdir, onları təvil edirlər, qısa olaraq. Təbii ki, məzhəb və İmam Əhmədin üzərində olduğu görüşsə, xəbəri sifətlərin təvilinin haram olmağıdır və onun mənalarını Allaha havalə edib, həmin ayə və hədisləri zahiri üzərə buraxmaqdır. Və biz indi həmin şəxsin gətirdiyi növbəti şübhəsini dinləyək. Birinci dəlilləri sələf imamlarından varid olmuş sifətlər gəldiyi kimi təsdiq edin, təfsir etmədən kəlamıdır. Onun da haqqında bundan qabaqki elmi rəddələrimizə danışdıq və haqqı istəyən insanlar üçün qənəfər şəkildə cavab verdik ki, bu heç də onların anladıqları kimi deyildir. İkinci, tutuna biləcəkləri dəlilləri Əl-İmran surəsi 7-ci ayəsidir. Üçüncü dəlilləri isə İmam Əhməd rahimehullahdan rivayət olmuş sifətlər barəsində dediyi la keyfə və la mə'na, sifətlərin keyfiyyəti və mənası yoxdur kəlamıdır. Həmin şəxs bu şübhəsində nə bildirir? Bildirir ki, güya ki bizim 3 məsələdən başqa heç bir dəlilimiz yoxdur. Yəni təfvid məsələsində. Birinci dəlilimiz Əl-İmran surəsi 7-ci ayədir. İkinci dəlilimiz İmam Əhmədin keyfiyyət və məna yoxdur sözüdür. Üçüncü dəlilimiz də sələf imamlarının sözlərində gələn biz bunları təfsir etmirik sözləridir. Yəni bundan başqa heç bir dəlilimiz yoxdur. Təbii ki, biz həm silsilə dərslərimizdə, həm də bu şəxsə verdiyimiz rədiyyələrdə o şeyləri bəyan etmişik, həmin sözləri oxumuşuq. Amma bugün yenidən ekrana verəcəyi, təkrar oxuyacaq, qoy ağıl sahibləri ibrət alsınlar. Halbuki bizim alimlərimiz tarix boyu yaşayan və Əhməd ibn Həmbəlin etiqadını, həm fikri görüşlərini silsiləvi şəkildə, yəni əsrlərdən əsrə ötürən alimlər bu məsələlər barəsində danışıblar, bunu bəyan ediblər. Bu şəxsin dediyi kimi deyil. Mən indi ən önəmli nəqilləri oxuyacağam. Nihayətul Mübtədiin kitabında İbn Həmdən Əl-Həmbəli buyurur. İmam Əhməd dedi, sifətlər barədə gələn hədislər mənaları araşdırılmadan gəldiyi kimi ötürülür. Həmin sifətlər eşidildiyi zaman təsəvvürə gələn şeylərdən tam fərqlidir. Baxın, dəyərli müsəlmanlar. Burada deyir ki, mənaları araşdırılmadan. Həmin şəxsə buyururam ki, bu bizim növbəti dəlilimiz. Mötəməd kitablarımızdan gətirirəm sənə. Sən niyə bu şeyləri insanlara çatdırmırsan? Çünki bu şeylər sənə sərf etmir, həmin şəxsə bildirirəm. Və sənin əqidəni çürüdür. Növbəti nəqil Əbu Fadl Ət-Təmiminin İ'tiqadul İmam-ül Mübəccər kitabındandır. Və İmam Rahiməhullah buyurur. İmam Əhmədə ölümündən bir gün öncə sifət hədisləri barəsində sual verildi. O dedi, gəldiyi kimi ötürülür və səhih isnadlarla olacağı təqdirdə ona iman edilir. Hədd və qayə nisbət edilmədən Allah özünün vəsf etdiyindən daha çox vəsf edilməz. Onun heç bir bənzəri yoxdur, o eşidəndir, görəndir. Onun mənası barəsində danışan isə bidət etmiş olacaq. Həmin şəxsə deyirəm, dinlə, mənası barəsində deyir, danışan bidət etmiş olacaq. Bu ikinci nəqil. Növbəti nəqil İbn Rəcəb Əl-Həmbəlinin Fadlul İlmi Sələf Ələ İlmil Xələf kitabındandır.
İbn Rəcəb Əl-Həmbəli buyurur, doğru olan salih sələfin yoludur. Onlar təfsir etmədən, keyfiyyət vermədən və bənzətmədən sifətlər barədə gələn ayətlərin və hədislərin üzərindən ötüb keçirdilər. Onlardan hər hansı birinin, xüsusən də İmam Əhmədin buna müxalif olması qəti olaraq səhih deyil. Ha belə onun mənalarına baş vurulmaz və ona misallar çəkilməzdir. Baxın, dəyərli müsəlmanlar, günümüzdə olan bu cahil insanlar Həmbəli məzhəbinin və ya İmam Əhmədin bu görüşdə olmadığını deyirlər. Amma biz oxuduqda alimlərin tam əksini dediyini görürük. Təbii ki, bizim dinimiz də kimdən götürülməlidir? Alimlərdən. Bu şəxs kimi və bu şəxsin mislində olan cahil insanlardan deyil. Növbəti nəql oxuyuram. Mütəqaddim alimlərimizdən olan, Həmbəli məzhəbinin böyük imamlarından olan İbn Battah Əl-Həmbəlidən oxuyuram. İbn Battah Əl-Həmbəli Əl-İbənə kitabında buyurur. Nəqlin sonunu oxuyuram, əsas lazım olan yeri. Onlar həmin xəbərlərin, yəni xəbəri sifətlərin açıqlaması barədə sualı tərk etmişlər. Və onun barədə elmin, nəyin? Yəni xəbəri sifətlər barədə elmin, onun mənaları barədə danışmağı tərk etmək olduğunu etiqad ediblər. Yəni mənaları barəsində danışmağı tərk etmək olduğunu etiqad ediblər. Bu da bizim növbəti nəqlimiz. Təbii ki, bu nəqllər çoxdur. Tarix boyu yaşayan alimlərimiz öz kitablarında bu nəqlləri bəyan ediblər. Sadəcə biz vaxt darlığı səbəbilə bu şeyləri çox çatdırmırıq və əsas nəqlləri çatdırırıq. Və biz isbat edirik ki, əslində məsələlər sənin dediyin kimi deyil. Sən həm məsələləri yanlış anlayırsan, həm də bir çox nəqillərdən də qafilsən. Və biz indi bu şəxsin gətirdiyi növbəti şübhəsini dinləyək. Ona görə də İbn Quteybə rahimehullah teala yazdığı Müşkil el-Quran adlı kitabında sifət ayələri ilə bağlı çox dəyərli bir söz söyləyir. İbn Quteybə kimdir? İbn Quteybə rahimehullah teala Əhl-i-Sünnət imamlarındandır. 3-cü əsrin alimlərindəndir və İmam Əhməd rahimehullahla eyni dövrdə yaşayıb. Bu şəxs bu şübhəsində İbn Quteybədən bir nəql gətirir və bununla nəyə isbat etməyə çalışır? İsbat etməyə çalışır ki, elmdə möhkəm olanlar bu sifətlərin mənasını bilirdilər. Yəni İbn Quteybə qısa olaraq Müşkil el-Quran kitabında nə bildirmək istəyir? Bildirir ki, əslində biz o şəxslərdən deyilik ki, elmdə rasix olanlar bunun mənasını bilmir. Əslində deyir, bu fikirləri səsləndirən, yəni onun mənalarının elmdə rasix olanlar tərəfindən bilinməməsini səsləndirilən fikirlər lüğət və ərəb dili baxımından doğru deyil, bu xətadır. İbn Quteybə bunu deyir. Halbuki mən keçən dərslərimdə bu şəxsə bildirdim. Yəni sənə bildirdim ki, sən məsələləri araşdırılmadan özünə lazım olan nəqilləri gedib axtarıb tapıb gətirsən və nəfsi istəklərini insanların önündə, kameraların önündə sanki din olaraq çatdırmaq istəyirsən. Halbuki bu nəqlə də bizim alimlərimiz münasibət bildirib. Sadəcə sən ondan xəbərsizsən və qafilsən. Bizim məzhəbin böyük imamı, yəni məzhəbimizin rükunu Əl-Qadi Əbu Yələ İbtal-ü Təvilət kitabında buyurur. Əgər deyilsə ki, bizim əshabımızdan bəziləri belə demişdir. Quran-ı Kərimdə elə mütəşabih yoxdur ki, onun yozumunu elmdə möhkəm olanlar bilməsinlər. Burada gələn əl-vav hərfi isə yalnız Allah bilir sözlərinin bağlayıcısıdır. Yəni atf yönündən gəlir vav. Bunu İbn Quteybə Müşkil el-Quran kitabında qeyd etmişdi. Bununla da sizin gətirdiyiniz dəlil qüvvədən düşdü. Əl-Qadi Əbu Yələ bildirir. Bu sözü dilə gətirilənə deyiləcək. Bu söz səhabələrin icmasına müxalifdir. Yəni Əl-Qadi Əbu Yələ nə bildirir? İbn Quteybə, yəni sənin gətirdiyin dəlil səhabələrin icmasına müxalifdir, mərduddur. Yəni həmin şəxsə bildirirəm ki, sənin gətirdiyin nəqil bizim alimlər qatında mərduddur. Həmçinin İbn Quteybə ümumiyyətlə alimlər qatında onun haqqında bəzi fikirlər səsləndirilib. Misal olaraq İmam Zəhəbi Siyar-ı Ə'ləmin Nübələ kitabında Əbu Bəkir Əl-Beyhəqidən bir nəql gətirir ki, həmin şəxs, yəni İbn Quteybə kərramilərin görüşündə olmuşdur. İmam Zəhəbi buna əminlik ifadə etmir, demir ki, yəni bu səhihdir. Əgər belə olarsa, o zaman ondan bəraətini bildirir. Həmçinin Mər ibn Yusuf Əl-Kərmi Əqabul-i Siqat kitabında buyurur. Məziri adlı şəxsdən belə nəql edir. İbn Quteybə bu hədisdə, yəni surət hədisində yanlışlığa düşmüş və hədisi məlum olan zahirə uyğun icra etmişdir. Demişdir, digər surətlər kimi olmayan bir surətdir. Dedi, bu isə mücəssimələrin dediyi sözdür. Allah digər cisimlər kimi olmayan cisimdir. Təbii ki, görünən budur ki, yəni mən qısa nəqilləri oxudum, məsələdə olan qısa nəqilləri oxudum ki, yəni müsəlmanlara bəyan edim ki, əslində bu şəxsin gətirdiyi bu şübhə ümumiyyətlə şübhə deyil və alimlərimiz ümumiyyətlə İbn Quteybənin gətirdiyi bu yanaşmanı rədd ediblər. Və biz indi bu şəxsin növbəti şübhəsini dinləyək.
Necə ki, İbn Abbas radiyallahu anh kimi mütəşabihlərin təvilini bilən elmdə dərinləşmiş kəslərdən. İbn Abbas radiyallahu anh nəyə görə belə deyir? Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm nə etmişdi? Onun üçün dua etmişdi ki, Allah ona təvili öyrət və onu dində fəqih et. Ona görə də İbn Abbas radiyallahu anh Quran-ı Kərimdə bəzi insanların kəlməni anlamadıqları Bu şəxs bu şübhəsində İbn Abbas radiyallahu anhudan bir nəql gətirir. İbn Abbas radiyallahu anh orada bildirir ki, mən mütəşabihlərin mənasını bilirəm. Təbii ki, biz bunu bu qəbildən olan məsələləri bəyan etmişik dərslərimizdə. İbn Abbas radiyallahu anhun dediyi mütəşabihlər, yəni nisbi mütəşabihlərdən gedir söhbət. Çünki biz bilirik ki, İbn Abbas radiyallahu anhudan gələn başqa nəqillər nəyi isbat edir? İsbat edir ki, həqiqətən onlar da etiqad ediblər ki, Quranda elə kəlmələr, elə dəlalətlər var ki, onun mənasını yalnız Allah təala bilir. Misal olaraq, İbn Abbas radiyallahu anhudan nəql edilən və alimlərin də məmnunluqla qəbul etdirdiyi bir nəql var. O, belə rəvayət olunmuşdur ki, o demişdi, təfsir 4 cürdür. Təfsir 4 cürdür. Ərəblərin öz danışıq dillərindən tanıdıqları təfsirdir. Yəni, öz danışıq dillərindən tanıyırlar bu şeyləri ərəblər. Yəni, onların lüğətlərində olan ləfslərdir, həmin ləfslər. İkinci nədir? Heç kəsin bilməməsinə görə üzürlü sayılmadığı təfsir. Yəni, o təfsir ki, əgər cahil və alimdə heç kim onu bilməməsinə görə üzürlü deyil. Bunlar da hansı məsələlərdir təbii ki, o kəlmələrdir ki, şəriətdə varid olub və o kəlmələr halallarla, haramlarla bağlıdır. Üçüncü nədir? Yalnız alimlərin bildiyi təfsir. Yalnız alimlərin bildiyi təfsir. Və dördüncü də qeyd edir ki, yalnız Allahın bildiyi təfsir, yəni o ləfslər ki, yalnız onu Allah təala bilir, onların təfsirini. Kim onun elmini iddia edərsə, o yalancıdır. Kim onun elmini iddia edərsə, o da yalancıdır. Biz də bu nəqildən nə görürük? Əslində, bu nəqil bizim öncəki dərslərimizdə danışdığımız məsələləri isbat edir. Yəni, sələf qatında, yəni alimlər qatında mütəşabihlər bölünür. Bəziləri nisbi mütəşabihlərdir, bəziləri isə tam mütəşabihlərdir. Tam mütəşabihlərdən olan məsələlərdən biri də nədir? Allah Taala'nın xəbəri, sifətləridir. Və biz bu şəxsin növbəti şübhəsini dinləyək. Oxuyacağım və bu insanın nəinki saxtakar, bu insanın mahir bir saxtakar olduğunu siz görəcəksiniz. Yəni, bu insanın mahir bir adi saxtakar yox, mahir bir saxtakar olduğunu sizə göstərəcəm. Bunu görəcəksiniz. Bu şəxs bu şübhəsində bizim öncəki dərslərimizdən gətirdiyimiz bir nəqli qeyd edir. Və qeyd edir həmin nəqli və bildirir ki, güya ki biz həmin dərslərimizdə bu nəqli kəsmişik, həmin nəqli yarımçıq çatdırmışıq insanlara, o nəqilləri doğru çatdırmamışıq, satakarlığa baş vurmuşuq. Məqsədli şəkildə həmin nəqli mövzunun ortasından çıxardıb insanlara çatdırmışıq. İndi isə dəyərli müsəlmanlar, mən sənin məsələni açıqlayıram və həmin şəxsə bildirirəm ki, mən sənə keçən dərs dedim ki, bir məsələ barəsində danışmamışdan öncə məsələni araşdır. Hansı nəqlin hansı kitabda, hara kimi olduğuna nəzər et. Bu da onu göstərir ki, sən Allahın dininə, həqiqətən bu elmə səhlənkar yanaşan və bu məsələləri ciddiyə alan insan deyilsən. Ciddiyə alan insan deyilsən. Çünki əgər sən bu məsələlərin ciddiyyətinə varsaydın, bu məsələləri araşdırıb, sonra çıxardın kameralar önündə insanlara yalancı və ya saxtakar deyərdin. Təbii ki, bu sənin elmi ədəbdən və əxlaqdan uzaq olduğu, həmçinin məsələləri araşdırmaq qabiliyyətindən məhrum olduğu göstərir. Mən indi həmin məsələni bəyan edirəm. Dəyərli müsəlmanlar, biz iş dərslərimizdə İmam Əhməddən belə bir nəql gətirmişik. Bildirmişik ki, biz onun özünü vəsf etdiyi kimi vəsf edirik. Bu işdə həddi aşmırıq, yəni bunun önünə keçmirik. Biz Quranın hamısına möhkəm və mütəşabih olanına iman edirik və yaramaz təəssürat yaranacağından ötürü ondan hər hansı bir sifəti inkar etmirik. Biz bu nəqli gətirdik. Bu nəql həm İbn Battan Əl-İbanətül Kubra kitabında, həm İbn Qudam Əl-Həmbəlinin Zəmmut Təəvvül kitabında, həmçinin Lum'atul Etiqad kitabında, bundan da əlavə Əbu Bəkr Əl-Xəllalin sünnəsində bu nəql yer alıb. Bu nəql yer alıb. Biz oradan həmin nəqlin hansı hissəsini gətirmişik? Bizə lazım olan hissəsini gətirmişik. Həmin nəqlin lazım olan hissəsini gətirmişik və bildiririk ki, İmam Əhməd sifətləri ikiyə ayrılıb. Bunu dərsimin irəlidəki bölümündə izah edəcəm bu məsələni. Bu şəxsə deyir ki, siz bu nəqli parçalamışsınız, bu nəqli kəsmişsiniz, bu nəqlin sonunu gətirməmişsiniz. Əslində isə mən həmin şəxsə deyirəm ki, bu şəxs elə başa düşüb ki, mən həmin nəqli İbn Battanın Əl-İbanətül Kubra kitabından gətirmişəm. Amma xeyr, sən İbn Qudamənin Zəmmut Təəvvül kitabına baxsaydın,
görərdin ki, İbn Qudamə Əl-Həmbəli də həmin nəqli məhz bura kimi gətirir. Və mən indi həmin nəqli oxuyuram, dəyərli müsəlmanlar, və siz həmin nəqli ekranda görürsünüz. Nəqlin sonunu oxuyacam. Nəqlin ilk öncə biz ərəbcəsini verək. Və nəqlin sonunda qeyd edilənə baxaq. Və sonra onun Azərbaycancasını oxuyuram. Ərəb dili bilənlər zaten oxuyacaqlar bu nəqlin sonunu. Sonra sonunda eyni sözləri oxuyuram. Və həmin nəqildə İbn Qudamə Əl-Həmbəli buyurur. Və oxuduğum sözü deyir. Deyir ki, biz onun özünü, yəni Uca Allahı onun özünü vəsf etdiyi kimi vəsf edirik. Və bu işdə həddi aşmırıq və yaxud bu işdə onun önünə keçmirik. Biz Quranın hamısına, möhkəm və mütəşabih olanına iman edirik və yaramaz təəssürat yaranacağından ötürü ondan hər hansı bir sifəti inkar etmirik. Və İbn Qudamə bundan sonra başqa nəqlə keçir. Və bu da isbat edir ki, ümumiyyətlə bu insan məsələləri həqiqətən doğru araşdırılmaq qabiliyyətindən məhrumdur. Və bu bir yana məsələləri ciddiyə almır və ancaq kameralar önündə insanlara ədəbdən və əxlaqdan kənar olaraq müəyyən ifadələr səsləndirir. Təbii ki, bu da onu göstərir ki, səsləndirdiyi bütün ifadələrə o özü layiqdir. Sonra isə bir insan güya bizim etiqadı puç etmək üçün İbn Battə Əl-Həmbəlinin Əl-İbanatul Kubra əsərində olan nəqli gətirir. Həmin bizim çatdırdığımız həmin hissə, həmin nəqildə də var. Güya bu nəqli gətirməklə bizim əqidəni puç etmək istəyir. Mən isə indi həmin nəqli oxuyacam və dəyərli müsəlmanlara çatdıracam ki, həqiqətən bu insan oxuduqlarını başa düşmür və bir neçə yerdə də ciddi şəkildə yanlışlığa düşür. Mən indi oxuyuram həmin məsələni. İbn Battə Əl-Həmbəli Əl-İbanatul Kubra əsərində 2845-ci rəvayətdə buyurur. Əbu Bakır Abdüləziz İbn Cəfər mənə danışıb dedi. Abdullah İbn Əhməd İbn Qiyas bizə rəvayət edib dedi. Həmbəl İbn İshaq dedi. Mən Əbu Abdullahın, İmam Əhmədin belə dediyini eşitdim. Biz Allaha özünü vəsf etdiyi sifətləri ilə ibadət edirik. Yəni, ona həm möhkəmdən mütəşabihinə iman gətirməklə. İman gətirərək ibadət edirik. O öz sifətini özünə ümumi şəkildə bəyan etmişdir. Həmçinin biz Quranın və hədislərin önünə keçmirik. Biz onun dediyi kimi deyir və özünü vəsf etdiyi kimi vəsf edirik. Və bu işdə həddi aşmırıq. Biz Quranın hamısına, möhkəm və mütəşabih olanına iman edirik və yaramaz təəssürat yaranacağından ötürü ondan hər hansı bir sifəti inkar etmirik. İndi bu məsələdə dayanaq. Bu insan bildirir ki, sən hardan götürdün ki, ümumiyyətlə möhkəm və mütəşabihli sifətlərə aiddir. Mən də həmin şəxsə sual verirəm. Bu nəqil bayaq dediyim 4 kitabda hamısında sifətlər bölümündə gəlir. Yəni nəqlin önündə də, arxasında da olan məsələlər sifətlərlə bağlı məsələlərdir. Məyər burada qüslün əhkamlarından mı danışır İmam Əhməd? Məgər burada dəstəmazın əhkamlarından danışır? Təbii ki, danışılan mövzuya aiddir. Yəni İmam Əhməd nə demək istəyir? İmam Əhməd bildirir ki, biz Quranın hamısına möhkəm və mütəşabih olanına, yəni Quranda istər möhkəm sifətlərə, istər mütəşabih sifətlərə iman gətiririk. Və təbii ki, müsəlmanlar sual verə bilərlər ki, Elvin qardaş, siz bunu öz fəhminizlə mi ispat edirsiniz? Təbii ki, yox. Biz bu məsələlərdə alimlərin yoluna tabi oluruq. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm nə bildirib? Mənim varislərim alimlərdir. Biz bu şəxs kimi, yəni hədsizlik edib, alimlərin sözünü saptırmırıq. Həmçinin öz fikirlərimizlə, öz fəhmimizlə alimlərin sözlərini açıqlamağa çalışmırıq. Və bizim alimlərimiz bu məsələləri təbii ki, üsul kitablarında bəyan ediblər və bu şəxs də bildirir ki, hardadır o üsul? İndi mən oxuyacam, sən dinlə. Dinlə və dəyərli müsəlmanlar da görsünlər ki, həqiqətən bizim alimlərimiz bu üsulu bəyan ediblər. İmam Əhməd ibn Həmbəlin sözündən anladıqları odur ki, sifətlər ikiyə bölünür, xəbəri sifətlər mütəşabihlərdəndir. Və bunu da açıq aydın qeyd ediblər alimlərimiz. Təbii ki, biz, ümumiyyətlə müsəlmanlar, sənin kimi cahillərin sözünə yox, tarix boyu yaşayan, müctəhid və elmdə rasix olan alimlərin yoluna tabi olmalıyıq. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm dediyim kimi bildirir ki, mənim varislərim alimlərdir. Və məzhəbimizin böyük imamı İbn Qudamə Əl-Həmbəli Ravdatun Nazir əsərində buyurur. وَالصَّحِيحُ أَنَّ الْمُتَشَابِهَ مَا وَرَدَ فِي صِفَاتِ اللّٰهِ سُبْحَانَهِ
Doğru olan odur ki, mütəşabih uca Allahın sifətlərinə dair gələn xəbərlərdir. Bu birinci nəqil. Növbəti nəqil Azərbaycancasını oxuyacağım, ərəbcələrini oxumayım, vaxt getməsin. İbn Muflih Əl-Həmbəli Əl-Usul kitabında buyurur. Sonunu oxuyuram. Ha belə uca Allahın sifətləri kimi zahirdə bənzətməni ifadə edən şeylər də mütəşabihlərdəndir. Baxın dəyərli müsəlmanlar, Allahın sifətləri kimi. Sonra İmam Mərdavi Ət-Təhbir Şərh-ü-Təhrir əsərində buyurur. Mütəşabih isə müştərək, yığcam olduğu üçün, yaxud uca Allahın sifətlərində bənzətmənin üzə çıxması səbəbi ilə onun tam əksidir, yəni möhkəmin tam əksidir. Sonra başqa bir nəqil Nəcməddin Tufi Muxtasar-ı Ravda əsərində buyurur. Yaxud da mütəşabihlik sifət ayətləri və onun barədə gələn xəbərlərdə olduğu kimi uca Allahın sifətlərində bənzətmənin üzə çıxması səbəbi ilə olur. Misal üçün, sənin Rəbbinin vəçhi qalacaq, iki əlimlə yaratdığıma niyə səcdə etmədin? Hər iki əli açıqdır, Allahın əli doludur, orada nəfəqə azalmaz, cəbbar olan Allah qədəmini cəhənnəmə qoyacaq, onu tanıyacaqları surətdə onların önündə peyda olacaq. Allah Adəmi öz surətində yaratdı. Ha belə Quran və sünnətdə çoxlu sayda gələn digər xəbərlər. Yəni, Nəcməddin Tufi xəbəri sifətlərə bu nəqilləri misal gətirir ki, bəli, yəni bildirir ki, xəbəri sifətlər mütəşabihlərdəndir. Yəni, onlar İmam Əhmədin sözündən bunu başa düşürlər. Yəni, sənin kimi cahillərin başa düşdüyünü başa düşmürlər. Başqa bir nəqil Abdülğani Əl-Məqdisi Ət-Təzkirə fi Usul-i kitabında buyurur. Bizim əshabımız, yəni həmbəllər dedilər, orada Quranda möhkəm ləfslər vardır. O da təfsir ediləndir. Ha belə onun əksi olan mütəşabihlər vardır. O isə uca Allahın sifətləri barədə gələn xəbərlərdir. Onu açıqlamaq qadağandır və onun barədə elmi Allaha buraxmaq vacibdir. Və sonra misallar gətirir. Misal olaraq uca Allah Ər-Rəhmən, yəni Rəhmən olan Allah ərşə istiva etdi. Ha belə onun hər iki əli açıqdır. Rəbbinin əzəmətli və kəramətli vəci əbədidir. Növbəti bir nəqil İbn Nəcər Əl-Futuhi Şərh Əl-Kəvkəbun Munir kitabında buyurur. Quranda mənası aydın olan möhkəmdir. Onun əksi, yəni möhkəm olanın əksi mütəşabihdir. O isə mənası aydın olmayandır. Bu müştərəkliyin, yaxud yığcamlığın, yaxud da dinlə həmin şəxsə deyirəm. Dinlə, gör nə bəyan edir alimlərimiz. Yaxud da uca Allahın sifətlərində, yəni sifət ayətləri və xəbərlərində olduğu kimi bənzətmənin zahir olması səbəbi ilə olur. Biz də görürük ki, bu şəxsin iddiası var ki, bunlar İmam Əhmədə böhtan atırlar, İmam Əhməddən uzaqdırlar. Bunlar, bu alimlər məzhəbin qaymaq alimləridir. İslam ümmətinin böyük alimləridir. Və onlar Əhməd bin Həmbəlin sözündən başa düşdükləri budur. Sənin başa düşdüyünü başa düşməyiblər. Və sonra bu şəxs nəqlə davam edir və həmin nəqli mən də oxuyuram, yəni ardını oxuyuram, bəyə oxutduğum yerdir və İmam Əhmədin sonra açıqladığı məsələ isbat edir ki, həqiqətən İmam Əhməd burada möhkəm və mütəşabih sifətləri qəsd edir. Sonra İmam Əhməd buyurur, həmçinin özünü vəsf etdiyi kəlam, enmə, baxın qardaşlar, dəyərli müsəlmanlar, kəlam və enmə, kəlam əqli sifətlərdəndir, yəni möhkəm sifətlərdəndir. Enmə isə mütəşabih sifətlərdəndir. Bu onu göstərir ki, yəni bu insan ibarə oxunuşundan məhrum olan insandır. Onu göstərir ki, İmam Əhməd burada möhkəm və mütəşabih dedikdə nəyə qəsd edir? Möhkəm və mütəşabih dedikdə sifətləri qəsd edir. Yəni möhkəm sifətlər, mütəşabih sifətlər. Bu insansa onu niyə qəbul etmək istəmir? Çünki bu onu qəbul etsə, növbəti sual yaranacaq. Biz ona sual verəcəyik ki, möhkəm və mütəşabihliyi hansı yöndən bölür? Əgər desək ki, keyfiyyət yönündən bölünür, onda biz ona sual verəcəyik ki, məgər möhkəm sifətlərin keyfiyyəti bəllidirmi? Ona görə o sualdan qaçmaq üçün və məsələnin hansı yerə gələcəyini bildiyi üçün bu məsələni bu şəkildə yönətməyə can atır. İmam Əhməd Rahiməhullah buyurur, həmçinin özünün vəsf etdiyi kəlam, enmə, qiyamət günü Allahın öz bəndəsi ilə xəlvətdə olması və sonra həmin adamın düşdüyü nöqtə nədir, xətaya düşdüyü nöqtə nədir? Allahın mömin qulunu insanlardan pərdələmək üçün kənəfi onun üzərinə qoyması kimi sifətlərdən heç birini inkar etmir. Bu burada hansı xətaya düşür? Çox güman bu insan ərəb dilçiliyində ciddi şəkildə zəifliyi var ya da ki, süni intellektdən istifadə etdiyinə görə
və məzhəbin kitablarında bir çox məsələlərdən qafil olduğuna görə xətaya düşür. Nəyə düşür? Orada bəyan edir ki, Allahın mömin qulunu insanlardan pərdələmək üçün kənəfini onun üzərinə qoymasını necə açıqlayır? Onu himayə etməsi kimi. Halbuki bizim alimlər kənəf sözünü himayə etmək kimi açıqlamırlar. Bizim alimlərimiz kənəf sözünü Allah Taalaya təvəffüd edirlər. Onu bizim alimlərimiz açıqlamırlar. Ben onu oxuyuram və bəyan edirəm və siz də görürsünüz ki, həqiqətən bu insan bu məsələlərdən qafildir. El-Qadi Əbu Yələ İbtəl-ü Təvələ kitabında buyurur: Qavluhu yada'u alayhi kanafahu hatta yasturahu minan-nas. Fala na'lamu ma'na'l kanaf ma huwa. Fenumirru'l xabara ala zahirihi. Hədisdə buyurur: Allah mömin qulunu insanlardan pərdələmək üçün öz kənəfini onun üzərinə qoyacaq. Biz kənəfin nə mənada gəldiyini bilmirik. Bu səbəbdən xəbəri zahiri üzərə ötürülür. Dəyərli müsəlmanlar, gördülər ki, sən bu məsələdən qafilsən və məsələni bilmədən də lüğət elmlərindən cahil olduğundan, həmçinin məzhəbin etiqadi görüşlərindən cahil olmağın səbəbi ilə sən məsələni özün də bilmədən təvil edirsən. Halbuki kənəf sözü əsli etibarilə dilçilik elmində nədir? Bir şeyin yan tərəfi, bir şeyin böyük hissəsi deməkdir. Bu səbəblə El-Qadi Əbu Yələ bildirir ki, biz bunu mənasını bilmirik, onun mənasını kimə həvalə edirik? Allah Taalaya həvalə edirik. Və bu nəqildə bir şeyi ortalığa çıxardır ki, El-Qadi Əbu Yələ burada birinci nə deyir? Deyir ki, onun mənasını bilmirik. Sonra deyir, zahiri üzərə buraxılıq. Buradan da anlaşılır ki, alimlər mənasını bilmirik və zahiri üzərə buraxırıq dedikdə, yəni bugünkü insanlar nə deyir? Deyir ki, onlar sifətləri zahiri üzərə buraxıblar. Bu da ona göstərir ki, mənasını biliblər. Xeyr, zahiri üzərə buraxmaq demək, onlar nəyə qəsd edirlər? Yəni zahiri üzərə buraxırıq. Yəni Allahın bildiyi zahiri üzərə buraxılıq. Yəni mənasını Allah Taalaya həvalə edirik. Bu nəqil onu isbat edir, dəyərli müsəlmanlar. Yəni həmin insanların da danışdığı şeyləri kökündən batil edir. Sonra isə biz bu nəqlin ortasında gələn məsələləri oxumuruq. Təbii ki, o məsələlər bizdə iman gətiririk. Bu məsələlərlə bağlı heç bir açıqlayacağımız məsələ yoxdur. Sonra isə bu nəqlin sonuna enirik. Bu şəxs elə göstərməyə çalışır ki, sanki bu nəqlin sonunda, yəni İmam Əhmədin dediyi sözdə bunun üçün sanki bir dəlil var. Və mən indi həmin nəqli oxumamışdan öncə bir məsələni sıravi müsəlmanlara asan olsun deyə qeyd etmək istəyirəm. Bəzən alimlər etiqad kitablarında, fiqh kitablarında, yəni etiqad kitablarında və fiqh kitablarında bu məsələni qeyd edirlər, ona misal verirlər, yəni təmsil deyirlər ona. Amma misal verdikdə həmin misalın özünü qəsd etmirlər. Həmin misalın dəlalət etdiyi mənanı qəsd edirlər. Misal olaraq, Zadul Mustaqin kitabında azan və iqama bölümündə alimlərimiz buyurur ki, bir ibarə var. Buyurur ki, Yusannu culusuhu ba'da azanil məğribi yəsirən. Məğrib azanından sonra az oturması müstəhəbdir. Alimlər məğrib dediyi sözündən, yəni ləfsindən qəsd etdikləri təkcə məğrib namazı deyil. Alimlər nəyə qəsd edirlər? Yəni qəsd edirlər ki, tez qılınması müstəhəb olan namazlarda azandan sonra az oturmaq müstəhəbdir İslam şəriətində. Və onlar bu məsələdə Bilal Həbəşidən bir məsələni, yəni hədisi dəlil gətirirlər. Yəni onlar mücərrəd olaraq orada məğrib kəlməsini qeyd etməklə məğribin özünü qəsd etmirlər. Yəni onun dəlalət etdiyi mənanı qəsd edirlər ki, tez qılınması müstəhəb olan namazlarda azandan sonra az oturmaq müstəhəbdir. Yəni bir kəlməni qeyd edirlər, halbuki onunla onun dəlalət etdiyi mənanı qəsd edirlər. İndi isə burada həmin nəqli oxuyuram. Nəqlin sonunda buyurulur: Mən Əbu Abdullaha, yəni İmam Əhmədə dedim, bəs müşəbbihələr nə deyirlər? İmam Əhməd dedi: Görməsi mənim görməm kimidir, əli mənim əlim kimidir, ayağım mənim ayağım kimidir. Bunlar Allahı məxluqa bənzətməkdir və pis sözdür. Və biz də buradan görürük ki, İmam Əhməd deyəcək ki, müşəbbihə kimdir? O kəs ki deyir ki, Allahın əli mənim əlim kimidir, görməsi mənim görməm kimidir, eşitməsi mənim eşitməm kimidir. Yəni İmam Əhməd bununla nə qəsd edir? Qəsd edir ki, yəni kim Allah Taalanı məxluqa bənzədərsə, istəyir bir yöndən, istəyir bütün yönlərdən, istəyir hansısa bir yöndən, fərq etməz. Allahı məxluqatına bənzətmək müşəbbihəlidir. İmam Əhməd onu bəyan edir. Çünki biz desək ki, Əhməd ibn Həmbəlin qəsd etdiyi ayni olaraq o kəlmədir. Məsəl üçün, desək ki, kim desə ki, Allahın əli mənim əlim kimidir demək ancaq müşəbbihəlidir. Onda biri deyə bilər ki, onda mən desəm ki, ancaq belə desəm müşəbbihəlidir. Onda biri desə ki, Allahın əli və yaxud görməsi başqa varlığın əli və yaxud görməsi kimidir. Bu müşəbbihəli olmayacaqmı? Yəni, onu demək istəyirəm ki, burada qəsd olunan ləfsin özü deyil. Onun dəlalət etdiyi mənadır ki, yəni Allah-u Teala'nı məxluqatına bənzətmək olmaz. Bu da nə vaxt olacaq?
O zaman olacaq ki, əgər biz xəbəri sifətlərin açıqlamasının lüğəti həml edəriksə, ərəb dil lüğətinə həml edəriksə, biz Allah Taalanı məxluqatına bənzətmiş oluruq. Başqa bir neçə misal verin, məsələ daha da aydınlaşsın. Misal olaraq, mən bir məkandayam, həmin məkanın birinci mərtəbəsində oturmuşam. Həmin məkanın birinci mərtəbəsinin tavanı mənə nisbətdə nədir? Tavandır. Amma mən onun ikinci mərtəbəsinə qalxaramsa, nə olacaq? Mənə nisbətdə döşəmə olacaq. Başqa bir misal, mən atama nisbətdə oğulam. Oğula nisbətdə isə ata sayılıram. Yəni, baxır, biz məsələyə hansı etibarla deyirlər, elmdə belə deyirlər, hansı etibarla, yəni hansı yöndən yaxınlaşırıq. Başqa bir misal verim. Mən desəm ki, misal olaraq, mənim əlim zürafənin əli kimidir, mənim əlim filin əli kimidir. Bu söz həm doğru da deyilə bilər bu sözə, həm də yanlış da deyilə bilər. Əgər biz bu sözə mənalar yönündən yaxınlaşsaq, bu söz doğrudur. Nə üçün? Çünki hər üçündə də, yəni məndə də, fildə də, zürafədə də məna yönündən yaxınlaşsaq, əl cismin bir hissəsidir. Bu doğru söz olacaq. Amma keyfiyyət yönündən yaxınlaşaraqsa, təbii ki, bu yanlışlıq sayılacaq. Və biz də bildiririk ki, o kəslər ki, deyirlər ki, məsələn, biz xəbəri sifətlərin mənasını lüğətlə bilirik, bu elə özü deməkdir ki, Allahın əli bizim əlimiz kimidir. Çünki biz lüğətdəki mənanı Allaha ispat etsə, həm də özümüzə ispat etsə, demiş oluruq ki, Allah Taalada da həmin əl hissədir, bizdə də hissədir. Və biz bununla nə demiş oluruq? Demiş oluruq ki, Allahın əli bizim əlimiz kimidir. Nədə? Yəni, mənalarda. Nədə? Bir də təkrar edirəm. Nədə bizim əlimiz kimidir? Mənalarda bizim əlimiz kimidir. Bu səbəblə biz deyirik ki, Əhməd ibn Həmbəlin burada gətirdiyi nəqil, yəni bəyan etdiyi nəqil sənin öz əleyhinədir. Burada nə qəsd edilir? Burada bir məsələ misal verilir. Onun dəlalət etdiyi məna da göz qabağındadır. Odur ki, Allah Taalanın məxluqatına bənzətmək olmaz. Bu səbəbdən Əhməd ibn Həmbəl özü deyir ki, la keyfə və la məna. Yəni sizin bildiyiniz məna və keyfiyyətlər deyil. Bu səbəbdən başqa fətvalarında, başqa qövürlərində həm sələf imamları, həm də Həmbəli imamları bildirirlər ki, onların mənasına ərəb dili lüğəti ilə baş vurulmaz. Sonra isə bu şəxs həmin dərsində bir neçə məsələ barəsində danışır ki, güya biz deyirik ki, biz demək olmaz ki, Allahın da həqiqi əli var, bizim də həqiqi əlimiz var. Bu sözləri demək olmaz. Əslində biz bu sözləri deməyə icazəli görürük. Ancaq keçən dərsimizdə izah etdiyimiz kimi, mənim həqiqi əlim var. Amma o lüğəti həqiqətdir. Allahın da həqiqi əli var. Bu Allaha aid bir əldir və onun şəninə yaraşan şəkildədir. Yəni, bu Allaha aid bir həqiqətdir və mənasını da Allahu Teala bilir. Bu şəkildə deyirik biz təbii ki. Biz sizi kimi demirik ki, bu bizim bildiyimiz mənadır, bilinən mənadır və biz də bildik təbii ki, bilinən məna lüğətlə bilinir. Lüğətdə də bilinən məna nədir? Cismin bir hissəsidir. Cismin bir hissəsidir. Və sonra bu şəxs bir məsələni qeyd edir ki, Allah bizi bu əqidə üzərində öldürsün. Təbii ki, bu da Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsinə tabe olmamaqdır. Allah Rəsulü sallallahu əleyhi və səlləm həmişə necə dua edərdi? Dua edərdi ki, Allahım məni haqq olaraq göstər, ondan möhkəm yapışım. Batili batıl olaraq göstər, ondan uzaq durun. Biz də dua edirik ki, daim özümüzə də, həmçinin müqabilimizdə olan müsəlmanlara da dua edirik ki, Allahım bizi haqq olaraq göstər, ondan möhkəm yapışaq. Batili batıl olaraq göstər, ondan uzaq duraq. Və çox güman ki, biz burada bu şəxsə verdiyimiz rədiyələri bitiririk. Çünki biz də bu məsələləri çox uzatmaq istəmirik və biz bütün bu danışdığımız məsələlərdə həmin şəxsin cahilliyini, onun bir çox elmi məsələlərdən, bir çox elmi nəqillərdən qafil olduğunu, həmçinin oxuduğu məsələlər barəsində dərin bir ziddiyyət içərisində olduğunu görürük və bəzən də eşidirik ki, həmin şəxs bildirir ki, mən bunlara sual vermişəm, neçə ildə cavab verə bilmirlər və biz də sənə bildiririk ki, zaten hamı və biz də bilirik ki, sən özün də bilirsən ki, illər öncə sən hansı etiqadda olmuşsan. Və bu hamıya bəllidir. Biz bu məsələ barəsində geniş danışmaq istəmirik. Görünən odur ki, sən əvvəllər deyirdin ki, sən o etiqaddan tövbə etmirsən. Görünən odur ki, sən öz etiqaddan da tövbə etməmişsən və yenə də insanları öz təcsim etiqadına dəvət edirsən. Və bizim haqqımızda həmçinin dəyərli hocamız olan Emin Hoca haqqında müxtəlif iftiralar səsləndirirsən. Təbii ki, danışdığın bütün məsələlər sənin özünə yaraşandır və özünə aiddir. Və biz bu məsələlərdə onu ispat etdik ki, danışdığın bütün, insanlara atdığın bütün iftiralar sənin özünə aiddir. Təbii ki, sənin bu sərgilədiyin bu mövqe bir elm alan insana eyib və ləkə olaraq kifayət edir və Allah Taala'dan müvəffəqiyyət diləyirəm. Vəlhamdülillahi Rabbil aləmin.